2 mərtəbəli ev, birbaşa məhliyə baxır. Sot yarımdadır. Həyətə maşın rahat daxil ola bilir. İşıq sayğacı var, suyu quyu suyudur. Qaz sayğacı alan adam özü qoyacaq. Evin satış qiyməti 59.500 manatdır. Hər tərəfin şkaturu vurulub. Arxaya böyrə keçid mümkündür. Yerdən 3 daş kürsülüdür. 2 mərtəbə 4 otaq evdir. Studiya mətbəxlə saysaq 5 otaqdır. Demək dostlar, giri bura qonaq otağımızdır. Bax bu hissəni mətbəx kimi nəzərdə tutublar. Yerdə toplu poldur. Bura bir yataq otaq, istəyən olsa bunu da mətbəx eləyir, yəni bunun da sistemi çəkilir. Ya bunun mətbəx elə, buranın qonaq otağı kimi elə. Ya da ki, buranın yataq otağı. Yataq otağı kimi eləsən 5 otaqlı evdir. Belə bir görünüşə malik ev. Evimizin dostlar, daxil oluruq qladovkadır. Sanitar qovşağımızdır. Duş kabin yeri də nəzərdə tutulub asma tavanla. İndi ikinci mərtəbə ilə sizi tanış edirəm. Baxdıq, ikinci mərtəbəmiz. Burada bir otağımız. Evimizin sadəcə pilintusu, bir də aboyu qalıbdır. O alan adam özü elətdirəcək. Buradan balkona çıxış hissəmiz də var. Bu da digər otağı. İkinci mərtəbədə kombi sistemi çəkilibdir. Qoşa daşla tikilmiş evdir. Qiymət 59.500, yerləşmə yeri binə sapı 160 il, son dayanacağına 200 metr məsafə.